İkinci Dünya müharibəsi başa çatdıqdan sonra iki super güc ABŞ və Sovet İttifaqı arasında rəqabət başladı. Soyuq müharibə qanlı döyüşlər olmadan iqtisadiyyat, texnologiya və casusluq üzərində mərkəzləşmişdi. Hər bir uğur qlobal üstünlüyü müəyyən edə bilərdi. 1959-cu ildə Sovet İttifaqı böyük bir missiya planlaşdırdı. İnsanın Aya səyahəti. Bu missiyanın uğuru Sovet İttifaqının dünyadakı mövqeyini möhkəmləndirə və ABŞ-ı sınağa çəkə bilərdi. John Kennedy gərginliyi azaltmaq üçün Xruşova Aya ortaq səyahət təklif etdi. Amma Moskva bunu qəbul etmədi. 2 il sonra Kennedy təklifini yenidən irəli sürdü. Xruşov razılaşmamaqda təkid edirdi. Sovet İttifaqı kosmosu fəth etmək üçün illər uzunu planlar qurmuşdu. Bu tarixi nailiyyətdə sadəcə onların payı olmalı idi. Konstantin Tsiolkovski özünün planetlər arası səyahət, aerokosmik və kosmik gəmilərin dizaynı sahəsindəki tədqiqatları ilə Sovet İttifaqının kosmos proqramının təməlini atmışdı. Ondan sonra Sergey Korolyov strateji planlaşdırma ilə bu yola rəhbərlik etdi. 1957-ci ildə Tsiolkovskinin 100 illik yubileyi münasibəti ilə o, dünyada ilk süni peyk olan Sputnik'i yer orbitinə buraxdı. Bu hadisə ABŞ-ın kosmos yarışını başlatdı. Bir neçə ay sonra ABŞ Explorer peykini orbitə göndərdi. Hər iki ölkə ehtiyatla yarışmağa başladılar və Sovet İttifaqı ilk canlı varlığı kosmosa göndərməyi bacardı. Laika kosmosa göndərilən ilk canlı varlıq oldu. 12 aprel 1961-ci ildə Sergey Korolyov Yuri Gagarin'i kosmosa göndərərək Sovet İttifaqını kosmik səyahətlərin öncüsü etdi. Gagarin yer orbitində dövr edən ilk insan oldu. Bu, dünya miqyasında uğur idi. ABŞ öz kosmik proqramlarını sürətləndirməyə məcbur oldu. Bir neçə ay sonra onlar Alan Shepard'ı kosmosa göndərdilər. Buna baxmayaraq, hələ də SSRİ-dən geri qalırdılar. Korolyov milli qəhrəman olmuşdu. Onun son hədəfi 1967-ci ilin oktyabrında Oktyabr İnqilabının 50-ci il dönümünə həsr olunmuş insanın Aya enişi idi. Kennedy SSRİ-nin irəliləyişindən narahat olmuş və öz müavinini ABŞ-ın kosmik proqramı Apollo layihəsini inkişaf etdirməyə təyin etmişdi. Bu layihə Konqresə təqdim olundu. Kennedy layihəni həyata keçirməkdə qərarlı idi. Çünki Oktyabr İnqilabının il dönümü SSRİ-nin dünyadakı gücünü möhkəmləndirə bilərdi. 1966-cı ildə Sovet İttifaqı Aya insan göndərmə hədəfinə yaxınlaşarkən Sergey Korolyovun qəflətən vəfatı SSRİ-nin kosmik proqramında böhran yaratdı. Vasili Mishin Korolyovun yerinə təyin olundu. Amma böyük elmi boşluqla qarşılaşdı. Soyuz 1 kosmik gəmisi 1967-ci ildə 203 dizayn səhvi ilə kosmosa göndərildi. Təəssüf ki, kosmik gəminin yerə çırpılması ilə komandir Komarov vəfat etdi. Bu hadisə Sovet kosmik proqramının süqutuna və ABŞ üçün imkanların yaranmasına səbəb oldu. 1967-ci ildə SSRİ öz hədəfinə yaxınlaşmaqdaydı. Bu zaman isə Apollo 1 missiyası yanğın qəzası səbəbindən dayandırıldı və 3 astronavt həyatını itirdi. Bu problemdən sonra NASA kosmik proqramlarını davam etdirməyə qərar verdi. Bir neçə missiyadan sonra nəhayət onlar ilk astronavtlarını kosmosa göndərməyə müvəffəq oldular. Neil Armstrong, Buzz Aldrin və Michael Collins Apollo 11 missiyasına hazır idilər. Lakin missiyanın uğurundan sonra Bill Kaysing tərəfindən "Biz heç vaxt Aya getməmişik" adlı bir kitab nəşr olundu. Bu kitab Apollo 11 missiyasını fırıldaq olaraq qələmə verirdi. Kaysing illərlə Apollo raketlərinə nəzarət etmişdi. Belə bir səyahət üçün lazım olan texnologiyanın mövcud olmadığını düşünürdü. Bu kitab medianın diqqətini çəkdi və onun nəzəriyyələri çoxlu müzakirələrə səbəb oldu.
NASA hər il astronavtları kosmosa göndərirdi. Lakin Aya çatmaq 1000 dəfə daha böyük məsafə tələb edir. 1960-cı illərin texnologiyası belə bir missiya üçün ciddi çətinliklərlə qarşılaşmışdı. Məsələn, yüksək temperatur və Van Allen kəmərinin təhlükəli şüaları. NASA iddia edir ki, çox qatlı soyutma sistemli paltarlar və yüksək sürət astronavtları Van Allen kəmərindən qoruyur. Lakin bəzi nəzəriyyəçilər bu şüaların təhlükələrini və dövrün texnologiyasının problemlərini vurğulayırdı. Bu mövzu barəsində bir sıra konspiroloji nəzəriyyələr irəli sürülüb. 1969-cu ildə Aya eniş və ilk addımların canlı yayımı Apollo əleyhinə nəzəriyyələri sual altına atdı. Lakin bəziləri bu görüntülərin saxta olduğunu və bir studiya şousu kimi yaradıldığını iddia edirdilər. Hava şərtləri və şüalar kameraların işləməsinə təsir edirdi. Dr. Van Molen bu görüntülərin Stanley Kubrick tərəfindən yaradıldığını irəli sürdü. Amma bu nəzəriyyə tənqid edildi. Kosmik Odisseya filminin Apollo 11-dən bir il əvvəl çəkilməsi ay görüntülərinin saxtalaşdırıldığına dair nəzəriyyələri gücləndirdi. Çünki Kubrick oxşar bir mühit yarada bilmişdi. Filmlə NASA-nın görüntüləri arasındakı oxşarlıqlar çox müzakirələrə səbəb oldu. Sonra The Shining filmində Apollo missiyalarına işarə edən işarələr yer aldı. Lakin bu böyük nailiyyətin saxtalaşdırılmasının əsl motivi hələ də qaranlıq qalır. ABŞ daxili böhranlar və Vyetnam müharibəsindəki məğlubiyyətlə qarşı-qarşıyaydı. Xalqın etibarını bərpa etmək və soyuq müharibədə Sovet İttifaqını məğlub etmək üçün böyük bir nümayiş keçirmək qərarına gəldi. Ay səfərinin uğurla həyata keçirilməsi ilə ABŞ ictimai etibarını bərpa etdi və SSR-ni kosmik yarışda məğlub etdi. Sonra Ulduz müharibələri layihəsi başladı. Məqsəd kosmosda hökmranlıq etmək və kosmik silahlar hazırlamaq idi. Bu layihə Sovet İttifaqını yeni təhlükə ilə üzləşdirdiyi üçün hərbi büdcəsini artırmağa məcbur oldu. Birləşmiş Ştatlar kosmosdakı uğurlu nümayişləri ilə Sovet İttifaqını hərbi və iqtisadi rəqabət yolunda məğlub etdi. SSR öz mövcudluğunu qorumaq üçün ABŞ-la danışıqlar aparmağa qərar verdi. Nüvə silahlarının qadağan olması ilə bağlı müqavilə imzaladılar. Lakin dünya maliyyə resurslarından istifadə edə bilmədilər. 3 ildən sonra 1991-ci ildə ittifaq dağılmağa başladı. 1993-cü ildə New York Times Ulduz müharibələri layihəsinin yalnız ittifaqı yanıltmaq üçün aldatmaca olduğunu açıqladı. Apollo missiyaları ABŞ siyasətinin bir hissəsinə çevrildi.